Salam hörmətli izləyicilər, bugün sizlərə Xırdalan şəhərində 4 nömrəli məktəbin düz yanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən full təmirli mənzilimizi çəkib sizlərə təqdim edirəm. Mənzilimizə daxil olduqda bizi geniş bir hol qarşılayır. Doğrudan da mənzilimiz ümumiyyətlə kifayət qədər genişdir və bahalı materiallardan istifadə olunaraq da təmir edilib. Gördüyünüz kimi mənzilimizin qonaq otağına daxil olduq. Sizlərə qonaq otağını təqdim edirəm. Çalışdığım qədər geniş planda çəkib sizlərə təqdim edəcəm. Qonaq otağından sonra çıxırıq elə həmən girişdə koridorda sanitar qovşağını sizlərə təqdim edirəm. Gördüyünüz kimi sanitar qovşağında da çox gözəl materiallardan istifadə olunub və həqiqətən də zövqlə təmir edilib. Gördüyünüz kimi aynamız belə LED işıqlı aynadır. Keçid alırıq. Sizə yataq otağını təqdim edim. Yataq otağında da gördüyünüz kimi geniş və işıqlıdır. Burada yataq otağında belə bir divarda dünya xəritəsi var. Yəni gördüyünüz kimi burada da Qırlandiya, Rusiya, Tixi Okean, yəni maarifləndirici bir dekor yaradılıb burada. Keçidirik isə valideyn yataq otağını təqdim edim. Gördüyünüz kimi valideyn yataq otağımızda da kifayət qədər geniş və səliqəli, zövqlə təmir olunub. Keçidi alırıq. Sizə indi isə mətbəx hissəsini təqdim edim. Dediyim kimi mətbəx hissəsində də görünür ki, doğrudan da yəni təmirdə heç bir məsrəfdən qaçınılmayıb. Təkrar edirəm, mənzilimizin yerləşmə yeri 4 nömrəli məktəbin, Xırdalan şəhərində 4 nömrəli məktəbin tam yanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqlı full təmirli mənzilimiz satışa çıxarılır. Allah alanın da, satanın da xeyrin versin. Sizin də obyektiniz, mülkünüz varsa, satmaq istəsəniz müraciət edə bilərsiniz.